Polis bu görüntüleri sildi. Görün ne görüntüymüş bu. Aya, saxta medal satırmışlar aya bunlar. Allah ömrünüzü düşsün buna bak aya. Polis bu görüntüleri sildi. Paylaşılmıştı medyada, sildirdiler her yerde. Qabil Bey, siz dünən Rasim Məmmədovun həbs olacağından danışdınız. Bu barədə Daxili İşlər Naziri məlumat yaymışdı. Həbs olunacaq. Daxili İşlər Naziri məlumat yaydı ki, bu 3 dənə QHT rəhbəri həbs olunacaq. Və mən də bunu yayımladım. Saytlarda xəbər paylaşılmışdı. Daxili İşlər Naziri məlumat yaymışdı. Mən də paylamışdım. Lakin dünən polislər Rasim Məmmədovdan 300.000 dollar alıp onu həbsdən buraxıb. Benim alaba rəsmi də göstərim. Azərbaycan Rasimi tutub ala baxın. Saxta orden və medal təsis edən QHT-lər bağı məsuliyyətə cəlb edirlər. Gəlin baxın. Azərbaycan 45.400 abunəçisi olan. Hamısı sildirdilər. Niyə? Niyə? Və bilmirsən, pulumu ver, vilayətin arvadına çaldır. Anasına, bağışçısına, nəslinə çaldır. Bilmirsiniz? Ala baxın. Səhvələr göstərin baxın. Ala Azərinfo az. Saxta orden və medal QHT rəsmi məsuliyyətə cəlb edildi video. Deyələmədən dəyərli sorulardan gəlin hələ Rasim Məmmədova bir zəng eləyim görüm hələ. Rasim Məmmədova zəng eləyim. İlhamı da şəklini qoyaq. Piç Rasim yazmışam bax, piç. Rasim müəllim, salam aleyküm qardaş. Ay Rasim müəllim. Səsin niyə gəlmir ay? Həmişə evdə eşikdə. Ay Rasim müəllim. Sikimin başı cizdi olar. Sənin anana bacına soxum. Qaçdı. Budur bax Rasim. İnanmırsınız? Ala. Ala bax. Piç Rasim baxın. Ala bax. Piç Rasim. Nömrəyə də baxın. Nömrəyə də baxın. 211 82 19 50 ilə. Buna səs atın. Aya, eşitdim bacını bəylərin qohumun altına atırsan, itəliyib. Ona görə kişi olubsan, sənə. Gördünüz əziz həmvətənlər. Əziz həmvətənlərim, ay millət, gördünüzmü Rasim evindədir? Gördünüzmü Vilayət Eyvazova 300.000 verdi, 300.000 verdi. Saldılar içəri. 300.000 verdi, vilayətin arvadına çaldırdı, əsbabın ağzına soxdu, çıxartdı. Gördünüzmü anası bağışçısı qəhbə evindədir? Gördünüzmü? Arvadlarını ilanla qorxudan, arvadlarını ilanla qorxudan. Qızı deşikdən baxırdı bu uğraşın. Bak kız özü de eşidir ha, səs gedir bak. Kızı deşikdən baxırdı, görüb ki arvad yekə ilanları var bunun. Arvadın üstə salır belə uzadır. Sat bunu eləməsən, nə bilim ayağımın burasını soxmasan orana, nə bilim bunu eləməsən, nə bilim onu eləməsən, səni ilanı yerdəcəm, soxacam səni orana. Kız özünü attı. Anasının o halini gördü, özünü attı kız yuxarı mərtəbədən. O uğraşın kızı. Gördün o anası qəhbədir bu. Bu bir 200 gramlıq mamışa görə kişi olan uğraşdı bu. Gördünüz mü Rasim özü eşitir eşək balası kimi. Məndən soruşundan ha, vilayətin qonşu otağından məlumat alıram. Mən bilmirəm mi, yalan demirəm. 300.000 verdi bu uğraş. Mehriban Əliyeva bilsə vilayətin ağzına mamışını qoyacaq. Ünlü Mehribanın bunlar birbaşa düşmənidirlər. Mehriban tutturduğu adamı vilayət 300.000 alır, buraxır. O demək ya 300.000 Mehribana çatır, vilayət Mehribanla bölür, ya da ki vilayət Eyvazov Mehribanı doğrudan da 13-cü ildən bəri yatakta qayırıb, indi aralarında sir var. İndi şeyləmir. Kök verənin qızı. Bunun arvadıdır bunun arvadı. Bunun arvadına basasız bu Rabonun. Yəni bu Rabonun arvadı alasına. Bak qəhbə balasına baxın. Baxın, bunun qızıdır bax, oğraşın qızıdır bax. Buna bax. Buna baxın, qəhbə balası. Bunun qızıdır bax. Mənə söyləyən indi buydu bax. Bu qəhbən balası. Polis, baxın ay millət, görün necə saxtakarlıq açmışam, ortaya qoymuşam. Polis deyir ki, bütün səhifələr göstərdim ha, Daxili İşlər Nazirinin saytlarını. 3-4 dənə göstərdim də. Polis deyir QHT rəhbərləri, Rasim Məmmədov daxil QHT rəhbərləri içərdədir. Amma adam evindən mənlə danışır. Türmədə telefon olur. Evindən mənlə danışır. İndi görürsünüz mü, mən deyirəm, haqlıyam ki, tutdular, saldılar 300.000. Hərəsindən 300.000. Hərəsini deyəmərəm Rasim Məmmədovdan. Rasim Məmmədovdan. 300.000 dollar aldılar, buraxdılar. İndi bax, Vilayət Eyvazov. Rasim yatmamaq üçün 300.000 dollar verdi. Bu o demək ki, sənin arvadının ağzına verdi. Ay Vilayət Eyvazov.